Hər kəsə salam olsun. Paltaryanla bağlı kimin nə sualı var, bizim səhifəni izləyə bilər. Hər dəfə paltaryanla bağlı maarifləndirici videolar çəkirəm. Siz bu paltaryanla bağlı məlumatları götürəsiniz deyə siz follow eləyin, like eləyin, kayd eləyin, heç olmasa yaddaşda qalaq. Sizə lazım olacaq məlumatlardır. Kimin də paltaryanla bağlı nəsə təmirlə bağlı, nəsə şikayəti varsa, nəsə özünə qaranlıq bir sualı varsa, yorumlara yazsın, mən cavablandıracağam. Gec olmadan həll edək. Bəlkə sənin üçün normal gələn paltaryan üçün normal deyil. İndi paltaryanla bağlı sizə bir dənə məlumat verəcəm. Hər kəs sual verir ki, paltaryanın qapı rezini, bu gördüyünüz qapı rezini. Qapı rezinin arasında su qalır. Yuyur qurtarır, amma qapı rezinin arasında su qalır. Paltaryanın qapı rezinin arasında su qalma səbəbini sizə deyəcəm. O qaldırır, sonra rezin qaralır, sonra isə nə olur? İyi gəlir. Baxın, hər paltaryanın qapı rezinin burada belə bir deşiyi var. Bax, göstərirəm sizə. Bu deşiyi görürsünüz. Bu deşiyi dalıdır. Burada da qabağı var. Baxın, diqqətlə. Gördünüz bu deşiyi. Bu hər paltaryanda fərqlidir. Birində 2 dənə olur, birində 3 dənə olur, birində 1 dənə olur. Bu məsələn bekodur. Bunda 1 dənədir. Bu bekon rezinidir. Əgər paltaryanımız yuyub qurtarıb burada su yığılıb qalır, getmirsə, bu arada su yığılır qalır. Görürsünüz ki, əlinizə vurursan şap-şap su var. Onda sən nə edirsən? Belə bir diş çöpünü götürürsən. Belə bir qalın bir şey də olar, yəni mıxzat nəsə də. Basıb deşmirsən. Elə adam var, gedir buradan eşidən kimi gedir, deşir. Deşmir. O qədər mənim elənçinə müraciətlər gəlib ki, görmüşdüm Rus kanalında, deşdim, mən də rezini cırdım. Cırmaq yox, bax. Rezin belə aralayırsan, altda olan rezin. Burada deşik yeri var, bax bu deşik yeri. Bu deşik yerinə belə bir çöpü salırsan, belə oynadırsan deşikdə. Deşiyə salandan sonra. Oranı təmizləyirsən, su daha burada qalmayacaq. Yəni bunu eləsən, burada rezin arasında, qapının altında, bax burada su yığılmayacaq. Bu qədər. Kimin nə sualı var yorumlarda yazsın, onlara aid də videolar çəkəcəm. Heç olmasa bir dənə çox sağ ol yazın, yorumlara yazın, kayd edin ki, biz də kəşfiyyatda kiminsə qabağına düşər, mən sizi maarifləndirirəm, siz də məni kəşfiyyata salırsınız, kiminsə paltaryanla bağlı, təmirlə bağlı müraciəti varsa bizə eləyir. Yəni bunu eləmək sənin üçün çox asandır. Sadəcə kayd, like, bir dənə də komment. Bu qədər sadə. Bu da kəşfiyyata düşür, kiminsə qabağına çıxır, mən də daha da həvəslənirəm, sizə maarifləndirici videolar çəkirəm. Yəni kimin ehtiyacı var, dostu tanışıdır bu videoları göndərin, məlumatları olsun. Yəni paltaryanla bağlı çox məlumatlar veriləcək. Kimin nə sualı var yorumlara yazsın. Özünüzə yaxşı baxın, buranı qəşəng təmizləyin həmişə. İyi gələcək, qaralacaq.